Herkese salam kanalıma ve yeni vloga hoş geldiniz. Gitmiştim metroya, sifarişim vardı onu götürdüm. Oradan da gittim Starex'ten sifarişlerimi götürdüm. Bu vlog sırf Temu vlogu olacaktı, ona göre sizlere hoş izlemeler. Temu bağlamamızı birlikte açtık. İlk önce elimize bu keçir. Belə bir çanta sifariş elədim. Belə sadə ağ renkdədir və biraz ehtiyacım var idi belə bir çantaya. Belə bir tutacağı var. Sonra içi belədir. Uzun qayışı yoxdur. Mən baxım. Var. Bir baxım onun içine qoyublar. Nə qəşəng. Qəşəng də görsənir. Belə. Sonra neydi? Görək nədir bu? Bu mənim yeni mikrofonumuymuş. Unuttum hiç bunu sipariş ettiğimi. Bunu ben Ayka'da görmüştüm. Ayka'nın tövsiyesiyle bunu aldım. Bunun short videosunu çekeceğim. Şimdi bakarıq. Səsində short videosunda elə yoxlayarıq biraz. Bu bilirsiniz nədir? Açıb göstərim. Qablaşmada gəlib xarab olmasın deyənə. Yəni dağılıb ora-bura dəyib qırılmasın deyənə qəşəng upakovkalayıb göndəriblər. İndi kimsə yazacaqdı ki, bəzi yenə divarları bəziyirsiniz. Bəli, divarlarda aksesuarları mən sevirəm. Ramka olsun, baxın indi bu molding olsun, çox bəyənirəm. Əgər baxıbsınızsa, mən videomda sifariş etmişdim moldinglər, amma çox balacaydı. O 9 cm idi, bu isə 18 cm-dir. Görün nə gözəldir. Klasik retro stildədir. Görün nə gözəldir, belə güllü, çiçəkli, çox qəşəngdir amma. Bu biridir. Bu ikinci. Və bu da üçüncü. 3 dənə, hərəsində 4 dənədir. Qəşəng bir şeydir. Görkəmi falan da divarda. Əgər molding sevirsinizsə, divarda belə şeylər sifariş edə bilərsiniz. Çox qəşəngdir amma. Bu pomada. Bunun videosunu çəkmək istəyirəm, short video. Çünki belə qeyri-adi pomadalar mən görməmişəm də, yəni satışda falan. Belə açılır. Swatch eləyək. O yenə gözəldir rəngi. Kamerada rəngi tam qəşəng görsənmir, amma realda superdir də. Çox qəşəngdir amma. Elə qızılgül formada. Odur ki, kamerada burada qəşəng düşmədi, yəni tam aydın düşmədi. Şəklini paylaşacağım, biləsiniz deyə nədir. Bunu mən istəyirəm balkondan asım, ya da belə xalacinlikin böyründə məndə boş yer var. İstəyirəm oradan bunu asım və adapterlər falan, naushnik, saat, baxın belə bir şeyləri atmağa. Maraqlı bir şeydir. Bu videonun təsvirində bütün linkləri paylaşacağım. İstəsəniz keçib oradan sifarişlər eləyə bilərsiniz, də kupon da qazanmış ola bilərsiniz. O qədər gözəldir ki, quruyur və dodaqdan qətiyyən getmir də, yəni. Heç getmir dodaqdan. Ona görə bir dənə də belə bir rəngini aldım. Daha doğrusu ofisi də qırmızı idi, amma o tünd rəngi idi. Bu da belə bir qırmızı rəngdir. Gəlin swatch eləyim sizə göstərim. Yumuşaq oturur və quruyur dodaqda. Yəni getmir. Dırnağınızda frenç eləyirsiniz və qəşəng eləyə bilmirsiniz. Dırnağın ucuna belə qoyursan və ağ gel lakı belə çəkirsən, bunu da qopardırsan, olur qəşəng hazır frenç. Bu bağlamanın son məhsulu isə bu ağacdır. Bu ağacı yəqin ki fikir veribsiniz, mənim otağımda var. Küntüdə qoymuşam belə kravatın yanından. O bir dənə nəsə çox az görsənirdi. Ona görə endirimə düşmüşdü elə kakras. 6 manata aldım. Yəni neçə etsə bilmirəm. Deyəsən 6 manat idi bunu aldım. Burada da şəklini paylaşacağam. Oradan baxıb dəqiq bilə bilərsiniz ki, bu nədir. Elə bil ki, tam canlı bir ağacdır. 3 dənə budaqdan ibarətdir. Həmin satıcıdan sifariş elədim. Elə dedim qoyun eynisi gəlsin. Bunu belə qəşəng açırsam fikir verin görün nə gözəldir. Buna baxın. Yəni belə göstərim sizə. Baxın belə bir şeydir. Kızım deyir ki burada qəşəngdir, amma orada xoşuma gəlmədi. Belə qəşəngdir. Bir də burada da belə uzun şey gedəcək də, yəni bu divarda belə. İlk öncə əlimizə bu keçir. Bu əslində pakırvaldır. Sadəcə mən bunu pakırval kimi yox, bu daha çox divan üçün sifariş etdim ki, divanın üstünə sərəcəm. Mən bunu divanın üstünə istəyirdim. Dedim ortasından 2 bölərəm və divanın üstünə sərərəm. Amma belə baxıram, baxın bunun burasında yəqin ki oradan fikir verirsiniz, belə bəzəkləri var. Tikiş kimidir. Qəşəngdir. Və fikirləşirəm ki mən bunu kəssəm heyf eləyəcəm. Ona görə qaldım belə. Şəklini paylaşıram, siz daha yaxşı görəsiniz. Bəlkə də divanın üstünə bunu sərmədim. Elə kravatın üstünə sərərəm. Baxın, kravatın üstündə qəşəng dursa orada saxlayaram. Stolun üstündə çox qəşəng görsənir belə vazada falan. Bundan bir ədədini sifariş etmişdim, indi bunu da sifariş etdim. 2 dənə led işıq almışam. Bir televizorun arxasına istəyirəm ki, belə qəşəng işıqlı olsun.
Şimdi diyeceksiniz ki yine alıp evini doldurur divarları. İnanın ki çok seviyorum yani divarda kusarlar falan, ona göre alırım da. Bakın böyle bir şey aldım. Şam koyursam buraya belə. Və geçəkdir də. Baxın günə gözəldir. Mən bunu indi bir yer fikirləşmişəm, oraya eləyəcəm. Zamanla təbii ki vlogda göstərəcəm sizə. Ona görə kanalıma abunə olun, like edin, dəstək olun mənə ki, sizə də göstərə bilim bunları hara və necə quraşdıracağımsa. Deməli bu patişkadan da mən birini sifariş etmişdim. Kravatın üstünə qoymuşam və gördüm ki qəşəng durur. Ona görə birini də sifariş etdim, endirimə düşmüşdü. İkilərə düşünürəm da yan-yana daha qəşəng görsənəcək. Bir bəzəyi də var. 45'in 45'e ölçüdür. Deyəcəks elə hər şeydən 2 dənə kina alır. Demək ki, qəşəngdir ki, mən bunları 2 alıram. Əkizlərimə şalvarlar. Eyni bundan kombat şalvarlardan mən bir ədədində sifariş etmişdim. Yuyulur, xarab olmur, rəngi getmir. Çox qəşəng bir keyfiyyəti var. Belə böyürlərində şeydir, belə cip fason, cip də deyil, belə yalancı cipdir. Belə bir detalları var. Hər iki tərəfində qara rəng, belə kofe rəngi, bunda kənarlarında belə var. Yəni kombat şalvar deyirlər də buna. Və belə boz rəngi. O qədər gözəldir ki, mən 6 yaş sifariş etdim. Baxmayaraq ki, mənim əkizlərimin hələ 4 yaşı var. 6 yaşa qəşəng oturdu da uşaqlara, super durdu. Yəni böyükdür düzdür, amma belə krey stil kimi belə görsənir uşaqlar, ona görə dedim ki, qoy bunu da 6 yaşa alım və ikisi də belə dəst giyinsinlər. Qəşəngdirlər. Həqiqətən də tövsiyə edirəm. Nəysə bəyənməsəm mütləq ki, vlogda deyirəm. Mən ümumiyyətlə qeyri-adi sırğaları çox sevirəm. Bu da baxın belə bir upuzun bir sırğadır. Elə bir ki, saçıma qarışacaqdır. Baxın. Sonra bu dondur. Demək mən bunu Temuda tez-tez görürdüm və səbətə atmışdım, amma ki sifariş eləməyə tərəddüd edirdim. Çünki elə də çox kommentariyaları yox idi da ki, görüm nə cürdür, əynində necə görsənir. Cəmi bir dənə qızda gördüm onu mən əynində. O da fikirləşdim yenə də ki, alım qaldı belə. Sonra Aysel Şah almışdı bundan, eyni bu dondan. İndi burada şəklini paylaşacağım. Əynində gördüm, çox xoşuma gəldi. Və keçdim ki, baxım görüm varmı? Onda həmin moment mən M ölçü geyinirəm. M ölçü bitmişdi, stokda bitmişdi və dedim ki, yeni gözləyərəm. Gözlədim və M ölçü gəldi və mən bunu sifariş elədim. Yoldaşımın xəbəri yoxdur. Mənim yoldaşım ümumiyyətlə don tayfası, yubka tayfası, belə şeyləri sevmir də, yəni yubka olsun, don olsun, heç birini sevmir. Harca 13 manat aldım deyəsən bunu mən. Dedim ki, qoy gəlsin, bir dənə geyinim, yoldaşım özü baxsın, görsün əgər xoşu gəlsə geyinərəm. Qoymasa da evdə geyinəcəm. Xoşuma gəldi çünki çox gözəldir. Bu da belə bir rahat bir ağ şalvardır. Adətən ağ şalvarları alanda iç göstərir və onu geyinmək olmur. Amma bunun özü, baxın belə bir deməli şeydir, şalvardır, baxın belədir və içinin özünün astarı var. Ağ şalvar mən sevirəm geyinməyi. Aralar var ki, Temudan sifariş etmişəm, onun altına mütləq ki, nəsə geyinmək lazımdır. Və bilirsiniz, mən nə fikirləşdim? Həmin o şalvarların altından lasin aldım. İndi çıxardıb göstərəcəm sizə. Burada şəklində paylaşırım, kim istəsə sifariş edə bilər. Setdə 3 ədəddir, belə qızıl gül. Elə bir ki, gedib bağdan dəribsiz. Həqiqətən də ki, çox gözəldir. Belə canlı kimi göstərir. Kitay brendidir bu dəst. Gördüm ki, bitmək üzrədir və çoxdandır ki, atmışdım səbətə. Bitməmiş dedim, birini sifariş edeyim, yoxlayaram. Baxın, üstündə hətta Zanziya, baxın, brendin adı belə var. 30 neçə manatdansa düşdü endirim. Modelin əynində çox xoşuma gəldi. Və brend olduğuna görə düşündüm ki, mənim əynimdə də qəşəng duracaqdı. Baxın, belə bir şeydir. M ölçü sifariş etmişəm. El göndəriblər, bir dəqiqə. M sifariş eləmişəm, el göndəriblər, bilmirəm. İndi baxın, şalvarını peki nəsə səhvliyi olubdur. Bunu geri qaytarmalı oluram. Çünki bu, mən M sifariş eləmişəm, amma el göndəriblər. Yəqin səhvli olub. Hətta fikir verirsiniz, baxın, səhvə yol veriblər. Bu da M yazılıbdır. Amma paltar özü eldir. İndi bunu mütləq yazıb geri göndərərəm. Adətən Temudakı sırğalar belə topuş gəlir, qalın gəlir. Mən də belə nazik bir şey istəyirdim ki, mən taxanda qulağımda cüzi görsənsin. Ona görə bunu gördüm və dedim ki, siz mənimsiz. Ölçüsünü də 50 cm götürdüm. Dediyim lasim, baxın budur. Görün, bunun düzümü göndəriblər. Bu M ölçüdür. Baxın, belə bir sadə lasimdir. Özdə elə belə lasim deyil. Həm də qarın yığandır. Düz məndə elə qarın olmur. Yəni, yüngülvari nəsə bir şey olur. O da kesirdən sonra belə bir balaca qarın qalmış oldu. Baxdım ki, bu endirimə düşübdür. Digər lasimlər, ucuz versiyalı olanlar. Onlar bundan biraz bahaydı. Ona görə mən belə rezinkalı götürdüm. Qəşəngdir M ölçüm. Ağ şalvarlarla geyinməyə idealdır. Всё. Sonra bu nə idi belə? Bu nədir? Hə, bildim bu nədir. Biri də var məndə evdə. İndi burada şəklini paylaşacağım. Siz daha rahat başa düşəsiniz ki, bu nədir? Bu kitab rəfidir. Divara bərkidilir və bunun içinə belə bir dənə kitabı belə taxırsan, baxın belə.
belə taxırsan. Qalanı da üst-üstə belə doldurursan, sanki divarda kitab özü üçün yaşayırmış kimi divara vurursan və kitablar orada görsənmir də ki, polkaya mı vurulubdur, polkadan mı asılıdır, yoxsa nədir, elə bir belə sehirli kitablar divarda olur. Ona görə bunu sifariş etdim. 2 ədəd buradadır. 1 ədəd də məndə orada var, əvvəldən sifariş etmişdim. İzləmədə qalın, vlogda mütləq paylaşacağım. Metrodan gittim bunu götürdüm. 29 yaşımda üzümə gün ləkəsi düşmüşdü. Başqa heç bir şey problem yoxdur üzümdə, sadəcə gün ləkəsi var. Ona görə belə bir şey sifariş etdim. Gördüm, nəticələrinə baxırdım, izləyirdim onları ki, görüm həqiqətən də köməyə düşürmü. Baxıram ki, müsbət rəylər gəlir. Ona görə dedim, mən də sifariş edeyim, görüm bəyənsəm, üzümə düşsə, sizlə də bölüşərəm. Şalvar sifariş etdim, amma ki, ətraflı incələdim ki, yəni ki, bu iç göstərəcəkmi, iç göstərəcəksə mən bunu almayayım. Amma baxdım ki, bu iç göstərmir. Bu ayaq hissəsidir, ayağında belə bir bəzəyi var. Daha doğrusu bir dənə düymə yapışdırıblar ora, dikiblər daha doğrusu. Belə bir şalvardır. Altından düzgün geyim geyinilsə, məncə elə problem olmaz. Amma ki, göstərmir. Yendikcə vlogda belə sizə də göstərib, həm də sizinlə bölüşərəm ki, göstərir yoxsa yox. Ona görə kanalıma abunə olun və vloglarıma baxın. Nədir ki bu? Aa, hə. Deyirəm, nədir bu? 2 ədəd şam sifariş etmişəm. Belə süni şamdır. Mənim o aldığım şey var idi, bayaq göstərdim divardan vurmaq üçün. Onun üçün belə bir daşla, batareya ilə işləyən şamdır. Belə şeydir, ağ rəngdə aldım. Bunun bir də bej rəngi var idi. Daha təbii görsənən, amma mən ağ seçdim, çünki mənim evim ağdır. Bu tapçıqaları mən keçən ildə sifariş eləmək istəyirdim, amma bilmədim, niyə sifariş eləmədim. Ah, görün nə gözəldir. Burada özünüz tənzimləyə bilərsiniz. Əkizlərimə basanuşka almışdım. Ümumiyyətlə, mən burada əkizlərə eyni ayaqqabı ala bilmirəm də. Alanda da belə ikisi də fərqli olur. Ona görə mən özüm belə paltar olsun, şey olsun, belə ayaqqabı falan Temudan və ya Trendyoldan sifariş etməyə daha çox uyğun görürəm. Çünki əkizdirlər. Mən də istəyirəm əkizlər də eyni geyinsinlər. Ayaq ölçüləri də eynidir, bədən ölçüləri də eynidir. Boyları falan da eynidir. Ona görə çalışıram ki, ikisinə də eyni olsun. Mağazalarda adətən baxanda görürəm ki, fərqlidir. Bir dənə, məsələn, bir dənə ayaqqabıdan bir dənədir və yaxud paltardan bir dənədir və mənə də 2 dənə lazımdır. Ona görə çox vaxt mağazadan almıram, belə sifariş edirəm. Baxın, belə bir şeylərdir. Ayaqqabılar rezindir. Bunun parça növü də var idi, amma mən nədənsə rezinini seçdim. Parçalı istəmədim. Onsuz dedim ki, eyni şeydir də, eyni şey görsənir. Və təbii ki, bu da son deyil. Bundan öncə də bir sifarişim var idi. Bunu post shorts olaraq paylaşmışdım. Yəqin ki, görmüş ola bilərsiniz onu. Dedim, yenə də bu vloga əlavə edeyim. Belə bir əmənlər sifariş etmişdim dəst formada. Bundan daha öncə də sifariş etmişdim 3 ədədini. Onu qızıma verdim. Bunu isə özümə sifariş etdim. Belə kofe rəngdə və qara rəngdə. Fərqi bir dənə ondadır ki, bu daha düzdür. Bu əvvəl sifariş etdim. Bu isə biraz belə çıxıntılıdır, belə topuş fasonda fikir verirsiniz. Bu koftanın da şəklini burada paylaşacağım. Əyində bir dənə gözəl durur. Almanızı tövsiyə edirəm, əgər sevirsinizsə bu tip koftaları. Belə bir koftada ayağı belə fırfır, belə bəzəyi var. Bir də qatmayla belə çiynindən belə bağlayırsan, belə qəşəng gül fason, belə gözəl görsənir də, əyində həqiqətən də çox qəşəngdir. Tövsiyə edirəm almanızı. Bu şalvarı da çox bəyəndim, geymişəm hətta. Əyində bir dənə gözəl görsənir ki, həqiqətən də mən bəyəndiyim şeyi sadəcə sizlə bölüşürəm. Əyində super durur da deyim. Bir xanım soruşmuşdu, düzdür cavabladım onu. Çox qəşəngdir bu, bəyəndim mən bunu. Pişirtmir insanı, mən eyni ölçü almışam. Əsas odur ki, insanı pişirtmir. Qəşəng belə sərin bir pijama dəstidir, şalvarı belə ürəklidir. Belə rezinka, koftası isə belə sadə, baxın belə bir şeydir və arxası da belədir. İndi bunları atacağım yumağa, qəşəngdir amma çox xoşuma gəldi. İstəsəniz sifariş edə bilərsiniz, gözəldir. Sonra bir də SPF almışdım, bunu da bir xanım soruşmuşdu. Demişdim ki, onda istifadə eləməmişəm, amma indi istifadə eləmişəm və ürəklə deyə bilərəm ki, çox qəşəngdir. Qoxusu da qəşəngdir, üzə də tam çəkən kimi hopur dəriyə, çox qəşəngdir. Bax, bunu dəhşət çox adam sifariş etmişdi. Mən də dedim, bu sifariş edeyim, bir dənə yoxlayım, görüm xoşuma gəlsə. Sonra yeni alarım. Bu deməli brenddir, Nikor, Kitay brendidir. Sonra bir də 4 ədəd belə bir uzundursa, ayağını xoşlamırsınızsa, məsələn, baxın, buradan taxırıq, qaldırırıq və bunu belə bağlayırıq. Siz başa düşdünüz daha yəqin. Koftadır, şalvardır, hamısını ayağına belə taxıb siz biraz elə bir gödəldə bilərsiniz. Qəşəngdir, bu da 4 ədəddir. Ben bu videonun aşağısında hamısının linkini qeyd edəcəm. İstəsəniz keçib oradan sifariş edə bilərsiniz. Birbaşa sizə atacaqdır Temuya və orada hətta siz endirimlə də ala bilərsiniz istədiyiniz məhsulu. Ona görə sizə linki aşağıda qeyd edirəm. Və buraya qədər izlədiyiniz üçün hər birinizə dərin təşəkkürümü bildirirəm. İnşallah gələn vloqlarda görüşənədək. Hələlik.